atam özünün rəsm əsərləri ilə hər birimizin ürəklərini riqqətə gətirən və müxtəlif sahələrdə öz sözünü deyən Aylin Rüstəmli, artıq Aylin Rüstəmini bütün Respublika tanıyır. O cümlədən Mövlan, onun çox gözəl şeir pafosu və şeir duyumu var. Mən hər zaman deyirəm ki, şeir deyilməz, şeir yaşanılır. Bəzən deyirik, amma yaşamırıq. Amma yaşamaqla, yaşamla mövcud olmaq arasında çox böyük fərq var. Buyur Aylin. Там, где ветер гуляет бакинский, где холодный промерзший гранит, преклоним свои головы низко на колени у мраморных плит. Там истоптана тропа народом, и горит, как огонь, вечный свет. У могил всех шахидов-героев пахнет розой, свежий букет. Присмотритесь в их лица без страха и запомните их имена. Кровью юную земля Карабаха окропилась недавно сполна. Пусть и знают, какой ценой нам сегодня победа дана. И молитесь за них, хоть порою, чтобы пухом им стала земля. Аминь.